Salam, hörmətli kanal izləyicilərimiz, Gündəsmən Masaldır qəsəbəsində belə bir gözəl bir evimizdən mən size tanış edirəm. Evimiz xatırladım 2 mərtəbə 4 otaqdan ibarətdir. Qapısı birbaşa yola baxır, hörmətli kanal izləyicilərimiz. Buradan da evimizin fasad yönüşünü görə bilərsiniz. Belə bir mükəmməl bir fasad yönü. Demək ki, 2 sotyan torpaq sahəsi üzərində inşa olunub. Padvanla girişidir. Onu da göstərdim sizə. Pəncərə şəbəkə pəncərədir. Prekan demək olar ki, arası altdır kürsüdədir. Buradan padvanı da göstərdim sizə. Padvalı maşallah genişdir. Bax, görə bilərsiniz. Başda 2 metrə yaxın padvalı hörmətli qanun. Bir dənə nəmli söhbət yoxdur burada, bax, görə bilərsiniz. Həyətyan əsası çox qəşəngdir hörmətli qanal izləyicilərimiz. İndi isə daxil olaq evimizin içinə. Qiymət də çox super bir qiymətli. 96 min manata evimiz satılır. Əvvəl 113 min manat idi. Fərzi olaraq pul lazım olduğunu 96 min manata endirmə düşüb. Evimiz 4 otaqdan ibarətdir. Sağda evimizin gözəl qonaq otağıdır. Məktəbi də yaxındır. Yan yörəsində gördüyünüz hamısı villalar, hörmətli kanal izləyicilərimiz gizli işıqla işlənilir. Evində torpağın tam yükə sənədləri qaydasındadır. Kupça hörmətli kanal izləyicilərimiz. Burası evimizin mətbəxidir. Mətbəx yetirəniz genişdir. Bütün kommunikasiya xəttəmiz çəkilib. Qaz, su, işıq, kənisi xətti, elektrik xətti, hamısı hazır vəziyyətdədir. Və xatırladım ki, yolun hündür tərəfindədir. Və burada birinci mərtəbə aid olan sanitar qurşağıdır. Yeri sıfırla təsis olunub. Pəncər düşən tərəf, düşməyən tərəf boşadaşdı. İndi isə ikinci mərtəbəsindən mən tanış edəcəm. Qiymət bir daha xatırlam, 96 min manat belə bir evimiz təcil olaraq satılır. İnşallah evi olmayan insanlar Allah Teala belə gözəl bir qismət etsin. Buradan balkondan çıxışıdır. Bax, görə bilərsiniz, xudmanı balkondur. Tam yaşayış olan bir ərazidir. 1, 2, 3 dənə də burada yataq otaqlarımız burada mövcuddur. Və solda isə evimizin sanitar qurşağıdır. Ümumilikdə 2 sot yaxın torpaq sahəsi üzərində inşa olunub. Bir daha xatırlam, evimizin qiyməti 96 manata təcil olaraq endirilib. Sözsüz ki, real alıcıların yedi endirim olacaq. Burası ikinci mərtəbə aid olan sanitar qurşağıdır. Əlavə məlumatınızı əhləklər kanalımıza abunə olmağı, video beğenməyi unutmayın ki, yeni stajyer sənədlərlə birinci növbədə siz tanış ola bilərsiniz.